Əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, miq və sertifikasiyaya hazırlaşan müəllimlərimiz üçün Azərbaycan dilindən əvəzlik mövzu sınağının izahını təqdim edirəm. Əziz müəllimlər, izaha keçməmişdən əvvəl nəzərinizə çatdırım ki, artıq bilirsiniz ki, istər ibtidai miq, istərsə də ibtidai sertifikasiya imtahanları hər il əvvəlkilərinə nisbətən biraz da çətinləşməyə başlayır. Mən də sizlər üçün imtahanda qarşımıza çıxacaq bütün mövzuların hər birinə aid ən lazımlı məqamları testlər üzərində izah edəcəm. Siz də çalışın ki, istər miq, istərsə də sertifikasiya imtahanında iştirak edəcəksinizsə, hər bir mövzunu ən xırda detayına qədər öyrənin və ən yaxşı test banklarından testlərini işləyin ki, imtahanda qarşınıza biraz da olsa çaşdırıcı testlər çıxanda həmin testləri rahatlıqla həll edə biləsiniz. Bugün sizlər üçün xüsusən seçdiyim 10 qəbul tipli sualın izahını təqdim edirəm. Birinci sualımız belədir. Yuxarıdakılar yeni gəlib, onları qonaq edin. Nümunədəki əvəzlik hansı nitq hissəsini əvəz etmişdir? Biz bilirik ki, əvəzlik özü də daxil olmaqla bütün əsas nitq hissələrinin yerində işlənən nitq hissəsinə deyilir. İndi bizə deyir ki, əvəzlik hansı nitq hissəsini əvəz edib? Burada onları əvəzlikdir, amma bunu görüb kimi sualını verib qətiyyən cavab olaraq isim götürə bilmərik. Bir çox müdavimlərimiz dərsə qoşulanda bunu əvvəlcə bu formada həll edirlər, ta ki mənim izahımı görənə qədər cavabı isim götürürlər, amma yanlışlıq edirlər. Yuxarıdakılar yeni gəlib, onları qonaq edin. Yəni onları nəyin yerində işlənibdir? Yuxarıdakılar sözünün yerində işlənibdir. Dakı dəkil şəkilsi də nəyin şəkilsidir? Sifətin şəkilsidir. Yuxarıdakılar nitq hissəsi olaraq olacaq sifət, onları əvəzliyi də nəyə əvəz edib? Sifəti əvəz edib. Bu səbəbdən də cavabımız olur B variantı. Əgər istər ibtidai miq, istərsə də ibtidai sertifikasiyada qarşımıza bu tip sual nümunəsi çıxsa, biz həmin əvəzliyə sual verməyək. Həmin əvəzlik hansı nitq hissəsini əvəz edibsə, həmin nitq hissəsini götürək. Onları sözünün yerində əslində yuxarıdakılar olmalıdır. Yuxarıdakılar isə isimləşmiş sifətdir. Cavabımız nə olacaq? Təbii ki, sifət, yəni B variantı. Baxırıq ikinci sualın izahına. Çox maraqlı və diqqət tələb edən sualdır. Tale mənə düşmən oldu. Mənimki belə düşdü. Nümunənin təhlilinə aiddir. Nümunədə 3 əvəzlik işlənib. Gəlin baxaq. Mənə bir əvəzlik, belə 2 əvəzlik. Nümunədə 3 əvəzlik yoxdur, əziz müəllimlər. 2 əvəzlik var. Bizdən düzgünü soruşduğuna görə biri çıxırıq. Gəlin elə variantlardan biri də çıxaq. Əvəzliklərdən biri zərfə əvəz edib, belə düşdü. Demişdik ki, elə və belə əvəzlikləri feilin əvvəlində gəlib, zərfin sualına cavab verərsə, zərfi əvəz etmiş əvəzliklər olacaq. Yəni, buradakı belə əvəzliyi feilin əvvəlində gəlib, bəli, zərfi əvəz edib. Cavabımızın biri 2-dir. Əvəzliklərdən biri ismə əvəz edib, mənə, kimə, bəli, ismə əvəz edib. Cavabımızın biri 3-dür. Fərqləndirilən söz düzəltmə əvəzlikdir. Burada fərqləndirilən söz mənimkidir. Mənimki, bizimki, səninki, sizinki tipli sözlər də nitq hissəsi olaraq əvəzlik deyil, isimdir. Burada isə yazıb fərqləndirilən düzəltmə söz əvəzlikdir. Variantlardan biz 4-ü də çıxırıq. Ədatla amonim ola bilən əvəzlikləri, bəli, elə və belə əvəzlikləri dedik ki, nədir? Ədatla amonimdir. Burada da belə var, ədatla amonimdir. Cavabımız olur 2, 3, 5, yəni B variantı. Baxırıq 3-cü sualın izahına. Hansı cümlədə əvəzlik olub-olmadığını dəqiqliklə müəyyən etmək olmur? Lazımi orqanlara müraciət etmişik. Amma hələ də bizim məsələni həll etməyiblər. Bizim burada əvəzlikdir, var.
Yəni dəqiq müəyyən etdik. Kimsəsiz yaşamağa vərdiş etmiş sahib evinə gələn qonaqlara qəribə baxırdı. Kimsəsiz sifətdir. Müəyyən etdik ki, burada əvəzlik yoxdur. Bizə deyir ki, elə bir variant götürək ki, orada əvəzliyin olub olmadığını müəyyən etmək olmasın. Ay qardaşlar, nə deməkdir axı oxumaq? Baxırıq ki, burada nə sözü nə olacaq? Əvəzlik funksiyasında olacaq. Uşaqların heç biri də əvvəllər sözündən çıxmazdı. Biri var deyirəm ki, uşaqların heç biri əvvəllər sözümdən çıxmazdı. Yəni tutaq ki, bu ananın 3 övladı var. Deyirəm ki, bu uşağın heç biri əvvəllər mənim sözümdən çıxmazdı. Bir dəfə heç birini biz götürəcəyik əvəzlik funksiyasında. Bir də deyirəm ki, uşaqların heç biri də əvvəllər sözümdən çıxmazdı. Bir dəfə birini də nə götürəcəyik? Say funksiyasında götürəcəyik. Yəni biz bilmirik ki, burada əvəzlikdir yoxsa saydır. Cavabımız olur D variantı. Baxırıq 4-cü suala. Sualımız belədir. Bizim sənət dünyasının qırıq telli sazıyam. Bircə ondan razıyam ki, özümdən narazıyam. Nümunənin təhlilinə aiddir. Yəlik halda olan şəxs əvəzliyi təyin rolundadır. Bəli, bizim hansı sənət dünyasına bizim yəlik haldadır? Doğrudur. Şəxs əvəzliyidir. Doğrudur. Təyin rolundadır. Bəli, hansı sualına cavab verir? Təyin rolundadır. Cavabımızın biri 1-dir. Əvəzliklərdən ikisi sifəti, ikisi ism əvəzidir. Burada bir əvəzlik var. Ondan 2 əvəzlik var, özümdən 3 əvəzlik var. Amma burada deyir, əvəzliklərdən ikisi sifəti, ikisi ism əvəzidir. Hesablasaq, 2 üstə gəlir ki, 4 eləyəcək. Axı bu nümunədə 4 əvəzlik yoxdur, 3 əvəzlik var. Bu yanlışdır. Təyinə əvəzlik mənsubiyyət şəkilsi qəbul edib, təyinə əvəzlik özdür. Bəli, bu da mənsubiyyət, özüm, mənim özüm. Bəli, mənsubiyyət qəbul edibdir. Doğrudur. Deməli, cavabımızın biri olacaq 1, biri olacaq 3. Əvəzliyin 3 məna növünə aid nümunə işlənib. Bizim şəxs əvəzliyidir, ondan şəxs əvəzliyidir, özümdən təyin əvəzlikdir. Xeyr, 2 dənə nümunədir. Şəxs bir də təyini. 3 məna növü yox, 2. Düzgün cavabı soruşduğuna görə 1 və 3 cavab olur E variantı. Baxırıq 5-ci sualın izahına. İnsanlar gözləri ilə elə kəlmələr deyirlər ki, dil onları tələffüz edə bilmir. Cümləsindəki əvəzliklərlə bağlı doğru fikri müəyyən edin. İkisi də, indi nöqtələrin yerinə nə yazılmalıdır? Bu cümlədəki əvəzliklər bir elə, bir də onları. İkisi də müstəqil şəkildə feil əvəz edib, elə kəlmələr sifət əvəz edib. Necə kəlmələr? Onları nəyi? İsm əvəz edib. Xeyr, feil əvəz etməyib. Eyni nitq hissəsini əvəz edib. Xeyr, elə sifət əvəz edib, onları ism əvəz edib. Köməkçi nitq hissəsi ilə amonimdir. Elə amonimdir, amma onları yox. C-də gedir. Eyni cümlə üzvüdür. Onları kimi tamamlıqdır. Elə kəlmələr, necə kəlmələr təyindir. Xeyr, eyni cümlə üzvü deyil. Quruluş baxımından sadədir. Bəli, elə və onları ikisi də sadədir. Cavab olur E variantı. Baxırıq 6-cı suala. İşarə əvəzliyi hansı nitq hissəsini əvəz edib? Dostum, sonuncu blokda qalır. Əli də həmin blokda qalır. Həminə hansı sualını verib, qətiyyən sifət götürməyin, əziz müəllimlər. Dostum sonuncu blokda qalır. Əli də sonuncu blokda qalır. Həmin əvəzliyi hansı nitq hissəsini əvəz edib? Sonuncu sözünü. Sonuncu da təbii ki olacaq say. Ona görə də cavabımız olur D variantı. Sonra baxırıq növbəti sualın izahına. Hansı cümlədə işarə əvəzliyindən sonra vergül qoyulmalıdır? Diqqətli oluruq. İşarə əvəzliyi dediyinə görə o'ları çıxırıq. O'lar şəxs əvəzliyidir. Əgər o işarə əvəzliyi kimi düşünülsə, o zaman vergül qoyula bilməz. Desə ki, hansı cümlədə işarə əvəzliyindən sonra vergül qoyulmalıdır? Belə məqamlarda avtomatik nə edirik?
O-nu çıxırıq. O işarə əvəzliyi onda vergül tələb etmir. Şəxs əvəzliyi olanda vergül tələb edir. İndi 2 dənə variant qaldı. Bu hansı kitabdandır? Hansı sual əvəzliyidir? Əvəzlikdən sonra əvəzlik gəlində vergül qoyulmur. Bu maraqlı əsərdir. Nə bu? Bu işarə əvəzliyidir. İsmi əvəz edib, özündən sonra sifət gəlib vergül qoyula bilər. Cavab olur C variantı. Baxırıq 8-ci suala. Nöqtələrin yerinə yazıla biləcək fikirləri göstərin. O, bu əvəzlikləri, özündən sonra əvəzlik gələrsə, heç bir halda vergül olmaz, heç bir halda sözü yanlışdır. Özündən sonra əvəzlik gələrsə, əgər bu əvəzlik əlavə və sadalama funksiyası daşıyarsa, bu zaman təbii ki, vergül qoyula bilər. Burada deyir heç bir halda, ona görə biri çıxırıq. Köməkçinin ilk hissəsinə yalnız modal söz gələrsə vergül qoyular. Xeyr, nidalar da gələndə vergül qoyulur. Ona görə 2-ni də çıxırıq. Cavab olur 3 və 4. İndi izahına baxaq. Feili birləşmə daxilində gələrsə vergül qoyula bilər. Bəli, əgər o əvəzliyindən sonra feili birləşmə daxilində söz gələrsə, birləşmə gələrsə, məsələn, o evə gələndə mənə zəng etdi. Burada evə gələndə nə olacaq? Feili birləşmədir. Feili bağlama tərkibidir. Amma yenə də birləşmə daxilində gələndə ilk sözə baxırıq və vergülümüzü qoyuruq. 3 doğrudur. Özündən sonra qoşmalı söz gələrsə, vergül qoyula da bilər, qoyulmaya da bilər. Bəli, məsələn deyirəm o oxumaq üçün burada qoşmalı sözdə məstər gəlibdi, vergül qoyulmayacaq. O oxuyan üçün burada feili sifət gəlib vergül qoyulacaq. Yəni qoşmalı söz qoşma demək deyil. Qoşmalı söz başqadır. Hər hansısa bir sözə qoşma qoşulsun. 3-4 cavab olur E variantı. Sonra baxırıq 9-cu suala. Mənsubiyə şəkilçili bizim sözü, mənsubiyə şəkilçili bizim sözü deyirsə, deməli buradakı bizim nə olacaq? İsim olacaq. Sonra yəlik hallı bizim sözünün, yəlik hallı bizim dediyinə görə bu da nə olacaq? Olacaq əvəzlik funksiyasında. Eləmi? Ümumiyyətlə, mənsubiyə şəkilçili bizim sözünü görəndə nitq hissəsi olaraq isim götürün. Yəlik hallı bizim sözünü görəndə nitq hissəsi olaraq əvəzlik götürün. Hər iki halda isimdir, xeyr. Bir isimdir, bir əvəzlik. Hər iki halda əvəzlikdir, yazdıq axı, yanlışdır. Kökləri əvəzliklə amonimdir. İsmin kökü əvəzliklə amonimdir. Axı, əvəzliyin kökü isimlə amonimdir. Ona görə hər ikisinin ortaq xüsusiyyəti deyil. Kökləri isimlə amonimdir. Bu fikir də yanlışdır. Hər ikisinin başlanğıc forması eynidir. Bəli, hər ikisinin başlanğıc forması da biz olacaq. Cavab olur D variantı. Sonra tərkibi əvəzlikləri seçin. Tərkibi əvəzlikləri odur ki, ayrı yazılan mürəkkəb əvəzliklər. Ayrı yazılan mürəkkəb əvəzliklər. Filankəs bitişik yazılıb. Eləmi? Neçənci düzəltmədir? Bəziləri sadədir. Eyni olmaqda feildir. Ayrı yazılan mürəkkəb əvəzlik dediyinə görə cavab olur 2 və 4, yəni C variantı. Əziz müəllimlər, izahımız bu qədər. Sağ olun.